Certain goose species can fly at an average speed of 16 per second. At this rate, how many meters would this goose species fly in 6 seconds? Bu straightforward. 6 saniye ne kadar uçacak? 1 saniye bu kadarsa. Bu sualı keçebiliriz. The scatter plot showed the 5 measurements of body length of the New Zealand fur seal for age of 1 to 6. What is the body length predicted by the line of best fit to the nearest 10? To the nearest tenth at the age of 3. At the age of 3 bizdə burada 100'dür. Bu sizi çaşdırmasın. 100, yəni 100'dən biraz yuxarı görsəz, to the nearest 10, yəni 10'luq deməkdir. Desiyatka deməkdir. Bura qədər yuvarlamalıydınız. Yəni cavabı məsələn 102 görmüş olsaydınız, misal olaraq deyirəm, siz cavabı 100 yazacaqdınız. Düzdür, bunu 105'dən yuxarı görməməliydiniz. Çünki 105'dən yuxarı görsəz, cavabı səhv olacaq. Çünki round eləyəndə 110 olmalıydı. Yəni cavabımız overall siz qrafikdə əgər 95'dən 104'ə qədər görürsünüzsə, round to the nearest 10 deyəndə 100 yazacaqdınız cavaba. Ki onsuz da orada löp 100. What is the length of the spring when 70 gram object is attached? Bizdə burada sualın əvvəlində deyib ki, there is a linear relation between the mass and the length. Onda biz bunun equation'ını tapa bilərik. Deyib bulunan. Bunun equation'ı bu formada olandan sonra what is the length? Yəni y nədir? When x is 70. X'in yerinə də 70'i yazırıq. Cavabı çıxarda bilərik. Sonra what is the estimated amount of gas that remains in the tank or gas tank of the car when x is 290? Bu da straightforward. What is the solution? Bu sualı elədikdən sonra cavabınızı bu formada yoxlaya bilərsiniz. Amma yadınızda saxlayın ki, bu iki equation'ı eyni anda equal sign ilə yox, first function and second function and look at the intersection. Bu sual üçün, bu tip suallar üçün bu metodu istifadə eləməlisiniz. Right square pyramid has a height of 6, the volume of 2, 128. Right square pyramid deyəndə base'i square olduğunu nəzərdə tuturlar. Ona görə bura A, burada A yazmaq olar. Height'ı da bizə verib 6. Height is 6. So the volume of the sphere will be 1/3 LWH. Bizdə LW hər ikisi də A'dir deyə, bu da 6 olandan sonra what's the length of the side of the pyramid? Buradan da cavabımız çıxır. Rectangle has an area of 66, length of 11, what's the width? Can you find the value of A diye sorulub. Burada bu ikisinin yerini switch eləmək olur, bunu bilirsiniz. Birbaşa cavabı tapmaq üçün yaxşı metod. For the linear function f passes through the point 0,676. What is the slope? Yəni bu sualı boş sualdır, amma yenə də yazmaq məcburiyyətindəyik deyə yazaq. Buradan keçək. Görürük ki, horizontal line'dır, zero slope alınır. Slope is 0. Ya da formula istifadə edə bilərsiniz. Bunu Desmos'a verib solution tapdıq. For the polynomial function, index 5 plane passes through the points, which of the following must be a factor? If the x-intercept is -4, it means the factor will be x plus 4, x plus 1, and x minus 9. Bunlardan biri orada cavablarda varsa okeydir. What is the value of tangent y? Tangent is opposite over adjacent. Buradan cevap çıxır. How many points does the graph of the system of given equation intersect? Burada gördüyümüz, heç nə görmürsünüzsə canınız sağ olsun, heç nə görməyəcəyik. Çəkək ikisini də qrafikini yoxlamaq üçün. Birinci solutionda A1/A2, B1/B2, C1/C2'nun relation'ına baxıb eləmək olar. Burada gördük ki, one graph is on top of the another. They are overlapping. It means there are infinite many solutions.
Niye infinite many solution'da? Because the first equation can be multiplied by 1.5. You will get the second one. So both of the equations are the same. It means there are infinite many solutions. The table shows the linear relation between cars and the maximum number of passengers, P. Bu relation'ı tap deyib. Bunun en yaxşı metodu point'i check eləməkdir. Cars is 10. Passengers is 486. Yəni C-nin yerinə bunu qoyanda hansı variantda düz gəlir? Deyəsən bu variant okeydir. Digər variantlarda düz gəlməyəcək. Yoxlamaq üçün bir neçə dənə metod var. Bunu istifadə edeyim. Table 2, 6, 6 to 94. Buradan y bizdə göstərir. Düz yazdım. Yox. 202 eləyir. Bizdə y göstərir p-ni, x göstərir c-ni. Belə bir equation tapırsan, sonra da hansı variant buna uyğundur desə, variant seçmək olur. Graph of the equation is the circle point 8c. What's the value of c? Bunun üçün də iki yoldan istifadə edə bilərsiniz. Hər iki yolda Desmos'da var. Üçüncü yolda öz-üz eləyə bilərsiniz. Öz-üz deyəndə yəni pointi yerinə qoyursunuz. Mən sadəcə necə yoxlamaq olar o metodu göstərəcəm. When x is 8, what's the value of c? Birinci yol budur. Yerinə qoyduq, cavabı tapdıq. İkinci metod buradakı equation'da götürüb biz bura 8 yazacaq. Bura c yazacaq. Bunu equal eləyəcək. Equal'ın yerinə tilde qoyursunuz. Cavabımız çıxır. The given inequality b is a positive constant which of the following does not contain any point. Does not contain deyirsə, biz y is greater than negative 9/7x plus b yazırıq. B bizdə positive constantdır. Məsələn, slider'a qoyaq bir dənə positive constant, baxaq görək harada düzdür. Pozitiv getdikcə görürsünüz ki, qrafik başqa fərqli bir şey olmur. 0 olanda o tam ortadan keçir, yəni origindən. Negatif olanda aşağıdan keçir. Bizə pozitiv lazımdır deyə buralarda bir yerdə saxlaya bilərik. Ne görürük? We have a solution in the first quadrant, second quadrant, and the fourth quadrant, but not third quadrant. Third quadrant bizdə x ilə y-ın hər ikisinin negatif olduğu yerdir. Bu bizdə second quadrant, bu bizdə first quadrant, bu da bizdə fourth quadrantdır. Üçüncü quadrantda solution görsənir. Nə vaxt ki aşağı düşsəydiniz, onda olardı. Hər 4 quadrantın 4'ündə də. Expression can be written as what is the value of k? Bir neçə metodla eləmək olar. İlk ağlıma gələni deyim. X1 is equal to n, minus n. X2 is equal to negative 11. So x1 plus x2 will be negative n minus 11. Using the v8, we can find its negative k. And x1 multiplied by x2 is negative n multiplied by negative 11. Yine v8'ten de 55. So we will find n is 5 and k will be 16. Sonra da gelip yoxlaya bilərik. Görək düzdür yoxsa yox. X squared plus 16x plus 55 edirik. We have two x-intercepts at negative 11 and negative 5. That means the factors will be x plus 5 and x plus 11. Bu da düz olur. Cavablar onsuz da bu formadadır. Cavabda 16 yazmalıydıq. Cavaba 5 yazanlar varsa eyni tapmışsınız. Bizə 2'yi soruşub keçmiş olsun. The dog's mass is 22. Qrama çevirmək lazımdır. Bu çətin sualdır yəqin. What is the greatest solution to the given equation? Mən birinci bu sualda a-in koefficienti negatifdir deyə belə başlamaq daha yaxşı olduğunu düşünürəm. Sonra da x is equal to minus b plus or minus root b squared minus 4ac eləyəcəm. Deyəcəksiniz ki, negatifə vurmasaydı olmazdı mı? Olardı. Amma belə daha gözəl olduğuna inanıram. 72, 25 edir 97. Onda cevabımız olur plus or minus bu iki varianttan biri. Bu iki variant getdi.
Bizə də greatest solution soruşur deyə bu variantı seçməyimiz daha yaxşıdır. O bizi balacadır. Yəni bu smallest, bu greatest. Sonra beaker containing a liquid is placed on a table. The function gives the approximate temperature in Kelvin of liquid T minutes after the beaker is placed on the top of the table. Placed on the table. According to the function, what was the approximate temperature of the liquid when the beaker was placed on the table? T minutes after the beaker was placed on the table. When the beaker was placed on the table, it means T is 0. Həmin moment nədir? Biz də burada function'ı yaza bilərik. Desmosa yazdığımızı yox, səhv olduğunu yoxlamaq üçün ki, səhv olmasın. To the power of negative 0.103x. Bizə soruşur, what's the value of this function when x is 0, yəni t is 0. Niyə uzatdın deyə soruşacaqsınız, düzürsünüz. Sonra 0 qoyanda bu expression 1 olur. 294 yazmışsınızsa, təəssüf ki, no. Something to the power 0 gives you 1, except 0 tabii ki. Function is defined by the equation and y-intercept is given passes through the point. Bunu eləməyin iki yolu var. Birincisi özünüz edirsiniz. Plugging into the equation, you will get two equations and solving the system of equation, you will find the values of A and B. Daha yaxşı yolda table, point and use regression. Ama buradaki standart regressionlardan birini seçə bilməyəcəksiniz. Regressionu özünüz yazmalısınız. Bizim regressionımız da hazırdır. Because the equation of the function is given. Yazırsınız y1, a to the power x1 plus b. That's it. A, b'nin value'su orada çox gözəl görsənir. Yazdığınız cavabı sonra bundan yoxlayırsınız. İndi niyə bu testdən mən explanation verə-verə, uzada-uzada 10 dəqiqəyi qutardım. Siz bu testdən nətər olur ki, yaza bilmirsiniz, nədən adı, tam yaza bilmirsiniz. 22-dən 22 yaza bilmirsiniz. Məntiqsizdir. Heç bir məntiqi yoxdur. Yəni, məni narahat edən bir sual görmədim burada. Siz ama bilmədim. Keçdim o birisinə. Çox xətirinizə dəyməyim. Küsərsiz birdən. Sevgililər günündə də hələ çox var. Ona görə hədiyyə zad alıb sizi üzr istəyərəm falan. Hey, fevral ayına gedir. Arada da bayram zad da yoxdur ki. Həll edək söhbətimizi. Keçdik. Section 2. Birinci sual gözəl. İkinci sual o da gözəl. The given equation represents the volume of mulch and the volume of the soil. Mixture volume of the total weight is 260. If the volume of the soil, it means y is 2. What is the volume of the mulch? Yani what's the value of x? 34 plus 79 vurulsun 2. Yani y'nin yerine 2 koyduk. Buradan cevabımız 1975 çıktı. Yani boş sual. Bu sualı eləmək çətindir. Bilirəm. Bu niyə belə edir? Okay, bunu böyüdək, onu balacalaşdıraq. Okay. Biraz belə eləmək lazım. Gedək table'a yazaq, amma table yazmamışdan qabaq region'a baxaq ki, bizim solutionumuz hansı region'dadır. Bu yoxlamaq metodudur. Yazmaq metodu amma pointları bir-bir yerinə qoyursunuz. Qrafikdə baxırsınız. Qrafikdə yox, equation'larda baxırsınız. Yoxlamaq metodu budur. 5 and 4, it's not in the shaded region, yəni bold red region. Orada deyil, ona görə A variantı getdi. Minus 12, minus 5. Orada da point. Bu vapşi deyil. Bu variant da getdi. Minus 12, minus 13. Bu da region'da deyil. Bu da getdi. Sonra 5, 10 region'dadır.
6, 9 regiondadır. 7, 8 o da regionun içindədir. Region içində olmaq bu deməkdir. Yəni bir dənə variant əslində yoxlayanda düz gəlirmiş. Function f and g are defined. What's the value of f of negative 8? Biz də gedək orada yazılanı birəbir eynisini Desmos'a yazaq. Oradakı mötərizənin bir dənəsi mənasızdır, yazılmaya bilər. Amma yazılsa da narahat olmayın. Siz də yaza bilərsiniz. Sadəcə multiplication olduğunu yazmaq istəyib. 3 içəri alsaydı daha da yaxşı olardı, amma 3 içəridə deyil deyə biz də yazmırıq. Bu bizim function g'imiz, bu da function f'imiz. Yox, bundan sonra da f of negative 8 yazırıq. Cavabımız çıxır ki, budur. Özünüz də eyni şey eləyəcəksiniz. X-in yerinə negative 8 qoyacaqsınız. Birinci G negative 8 tapmalısınız ya da gətirib burada yerinə qoymalısınız. Hansı yoldan istəyirsə eləyə bilərsiniz. Amma axırda gedib Desmos'dan yoxlamalısınız. What are the possible values? Bu bayaqki suala oxşuyur. Xatırlayırsınızsa dedim. Bunu Desmos'da əgər həll eləmək istəyirsinizsə, heç vaxt gedib equal sign-ı qoyub eləməyin. 2 dənə function formasında eləyin. Deyəcəksiniz ki, nə problem var? Yes, bu sualda problem yoxdur. Amma elə bir moment olacaq ki, bu line buradan keçəcək. Buradan keçdiyi momentdə orada solution göstərməyəcək. O solution göstərməyəndə də siz deyəcəksiniz ki, bir dənə solution var orada. Ürəyiniz soyumadısa, məsələn, buradan tapdığınız cavabı negative 12. Negative 12 olan bu iki variant var. Amma burada 5 bölü 2 də var. Gəl gedək 5 bölü 2-ni yoxlayaq. Ki, görək həqiqətən 5 bölü 2-də bunlar eyni cavabı verirlər. 5 bölü 2. Burada da 5 bölü 2 yazırıq. Bu bunu verir. O birisi də negativ 5 bölü 2 square root 11. Eyni cavab deyil. Yəni bunlar üst-üstə düşmürlərsə, deməli 5 bölü 2 minus, sorry, 5 bölü 2 bunun solutionu deyil. Population of a city doubled every 75 years. Onda biz bunun equation'ını yaza bilərik ki, initial population bilmirəm neçədir. Initial sözünü səhv yazdıq. Initial population multiplied by 2. Yəni double olub 1. Every 75 years. Yəni t over 75 yazmalıyıq. The population was 280,000 in 1957. Yəni axırda. 280,000 olub when t is nə qədər? İndi t-nin nə qədər olduğunu tapmaq istəyiriksə, bizdə population increase eləməyə başlayıb 1657-dən hara qədər? 1957-ə qədər. Onda biz 300 il yaza bilərik bunun yerinə. T-nin yerinə 300 qoyanda bu value alınmalıdır. O da ki, əvvəlki value-nu tapacaq. Bu birinci yol. İkinci yol 1657-dən 1957-ə qədər neçə il keçib? Birinci ona baxırıq. 300 il. Bəs neçə dəfə double olacaq? Every 75 year double olduğuna görə 8 dəfə double, 4 dəfə double olacaq. Onda 280 idi. Bundan 75 il qabaq 140 idi. Bundan 75 il qabaq 70 idi. Bundan 75 il qabaq 37.5 idi. Yox, 35 idi. Bundan 5 il qabaq da 17.5 ya da ki 117.500 idi. Yəni 4 dəfə double olur. 1, 2, 3, 4 olmuş oldu. Line K is given. Line J is perpendicular to line K. We need to make y as the subject of the formula. Y will be negative 13 over 4 x plus 5 over 4. Belə yazandan sonra the slope of the line K is given. Line J də buna perpendicular olacaq. Yəni the product of the slopes is negative 1. In the x5 plane equation a circle A is given. Circle B has the same center. Onda bunun equation'ı olacaq equal to 9 of same center. Sorry, özür istəyirəm. Same center. Variantlar var onun üstündə. Hamısında eynidir. Təzədən yazmağa ehtiyac yox. Same center'dir. Görürük də burada. Same center. Hamısında same center'dir. But the radius is twice. Bunun radiusu is 3.
Onda radius of B will be twice the radius of A. Yani 6. O da 36 cevabı verir. The length of the diagonal of the square is given. The area of the square nedir? İki yoldan eləyə bilərsiniz. Area of the square is 1 over 2 B squared-dan alınır cavab. Yox, bu formula istifadə eləmirəm deyirsinizsə, draw a diagonal. You will find the special right triangle where the hypotenuse is 186 over root 2 and the side of the square will be A. Onda bura olacaq A root 2. So A is equal to neçə olur? 93. So side of the square is given. Buradan da 93-ün kvadratını eləyirik. Gedək o biri yoldan da göstərim necə düz alınır. 186 over square root of 2 square eləyirik. Bu da ikinci formula ilə eyni cavab alınır. Obviously də 92 square deyil. Which of the following frequency tables represent the data set with the greatest mean? Greatest mean verib. Bu dataset simmetrik datasetdir. Görürsünüz 60, 70, 80 hərəsindən 3-3'dür. The mean will be the median. The median is 75. Eyni formada this dataset is also symmetric with respect to the middle ya da ki there is a mirror effect. Burada da mean is 75. Eyni söhbət burada da var. The mean is 75. Avtomatik bu variantlar set. Üçü eyni anda düz olacaq deyil ki. Gedək o birisinə baxaq. Yazaq mean is 60, 70, 80 and 90. The mean is 80. Yani greater. The greatest. Partial filled container contains 26 milliliters of water. Is placed under the leaky faucet that produces 1 drop for every 3 seconds. Deməli 26 millilitr olan suyu qoymuşuq bir dənə krantın altına. Krantdan da yavaş-yavaş su damcılayır. 0.03 ml for every 3 seconds. It means 0.01 ml per second artacaq. That means the slope is belə. And it will drop. It means the amount of water in the tank will increase. Olsa cavabda minusdan yox idi. At the beginning of this experiment, the temperature of the liquid was 23. During the first 4 minutes, the temperature increased an average rate of 6.4, 6.5. Then the temperature increased at a constant rate 2.2 per minute after that. If the temperature of the liquid reaches 61 x minutes after the beginning of the experiment. Bizdə 23'dü initially when time is 0. During the 4-minute interval, the temperature will increase by 6.5 per minute, and the remaining time, the rest of the time yazaq, rest of the time olacaq increase by 2.2. Yəni totalda biz 4 dəqiqəni burada yedik, geriyə qalan dəqiqələr belə artacaq. Ona görə bu equal olmalıdır 61'ə. Bu hansı variantda var? Hamısı 61 yazıb, okey. Bu neçə eləyir? 26, 49. Cavabı A variantı yazanlar varsa, siz T-4 yazma yadınızdan çıxıb, ona görə cavabı belə olacaq. Ya da gedib özünüz hesablaya bilərdiniz. Demir ki, final temperature is 61. Initial temperature çıxardıram. Daha sonradan 4 dəqiqəyə hər dəqiqə bu qədər artıb, onu tapıram. That means after 4 minutes, yəni artdı. After 4 minutes temperature gəlib çatıb 23 idi. After 4 minutes olub 49. After 12 minutes olub 61. Niyə 12 minutes? Sorry, 12 minutes yox. Temperature increases by 12 tapmışım. The temperature increases by 12 at a constant rate 2.2 artıbsa, burada biraz fərqli çıxacaq cavab. But anyway, amma x-i tapmaq, burada x-i tapmaq çox yaxşı fikir deyil. Çünki 12-ni 2.2-yə böləndə, no, bu yol yaxşı yol deyil. Çünki timerda yaxşı çıxmır.
Ya da time'ı tapıp getirip yerine koyanda 61'i tapmalıydınız. Bu da bence sizi çok yoracak. Anyway, birinci yol bence yaxşıydı. 23, 4, 6.5 plus 2.2 for the remaining amount of time. T minus 4 ya da orada yazıldığı kimi x minus 4. Bu tip suallar imtahanda hər dəfə sorulur. Kimsə çıxır hər dəfə götürür buradakı kimi. G0'dan başlayır. G0'dan değil. Eğer bu hikaye olmasaydı, yani bura, onda yazmaq olardı. Science club at a certain high school in Ohio conducted an experiment to study the effect of the smell on taste. Sample of 100 students selected at random. First student tasted the pure food sample while wearing the covered goggles and nose plugs. Then they tasted the same pure without nose plugs. 35 students were able to correctly identify the pure sample while wearing the nose plugs. Which of the following largest population? Yani burada yazılan bomboşdur. Nə yaşayıblar, nə yeyiblər, kim nəyi yeyib, kimin ürəyi gedib, kim yatıb orada, mənə maraqlı deyil. Sualın axırında soruşur. Largest population can be applied. Largest population apply eləmək istəyirsinizsə, bunu ancaq və ancaq ya da generalize eləmək istəyirsinizsə. Select elədiyiniz sample-a baxın. Sample hardan seçilir? Sample seçilmişdir bizdə. High school students harda? Ohio'da. Bir dənə məktəbdə. Все. Burada yazılıb A variantında. All students from high schools. No. A certain high school. Yani olmalıydı burada a high school. Schools olmaz. 100 bu generalization değil. All students from the high school. Ha. Burada diyeceğiz ki bəs hanı Ohio? Ohio sözünü burada the article ilə yiyiblər. The, that means definite article, yani that we mentioned before demək istəyir. D variantı bomboş variantdır. Bunlar generalization eləmək deyil. Bunlar sadəcə sample'ın resultıdır. Generalization, sample'ı hardan ki seçirsiniz olur. Yəni cavab olmalıydı. All high students from the high school in Ohio. In Ohio. İndi Ohio'nu yemiş ola bilər, heç bir problem yox. Siz əgər Ohio axtarıb bu cavabı yazmısınızsa, burada fikir verməmisiz. Sizi çaşdırmaq üçün bunu eləyiblər. For positive quantities h, j, k, 13% of h is 29% of j. Okay. J is 91% of k. What percent of k is h? Soruşur. Yani h is what percent of k? Soruşur. Biz gedək burada substitute edək. Bunu gedək burada substitute edək. Burada. Onda alınacaq 0.13h equals 0.29 multiplied by 0.91k. Biz tapmaq istəyirdik ki h is what percent of k? Yani divided by 0.13. Buradan k'de yazaq, yaddan çıxmasın. Alınacaq. Bundan bu getdi, qaldı 7. Bunu da buna vuranda neçə alınır? Heç bir fikrim yoxdur. Ola bilər. Fikrim var. 203. Yani 2.03. Düzdür də yəqin ki, səhv olmaz. So h is 2.03k. Cavab bəs 2.03'dir. No. Because bize sual sorulur what percentage? Bunu percentage deməyə lazımdır. Cevabımız olacaq 203. Because 2.03 is 203% of. Mr. Yes. But can we make like J is equal to 0.91k? Can we 1 divided by 0.91 and then multiply by 1? You will get a different answer. Yeah, I took it as a mistake because I did like h in terms of k. Onda başqadır. H in terms of k. No, k in terms of h. I mean, gəl belə deyək də. What percentage of k is h? Var. The second one is what percentage of h is k?
I Yeah. can convert these expressions into these statements into the expressions. What percent? Let's say we don't know it. It's a question mark. Percentage, let's write percentage sign. Of means multiplication. K equals is the equal. The second one, I don't know what's the percentage, multiplied by H equals K. So in order Yeah, to okay. find this question mark, you need to divide K by H and multiply by 100. Ama bizim sualımız istemişti. H over K multiplied by 100. You can do this one. İstersen bir de belirleyek. H is 13% of H is 29% of J. Percent yaptan çıktı. So H is equal to 29 over 13J. The other one is J equals 91% of K. That means K is equal to J multiplied by 100 over 91. So divide H by K. You will eliminate J's. The answer will be 29 over 13 divided by 100 over 91. And you should Okay. multiply by 100 again. By 100 to get So, that bunlar da percent. getdi. Bayaqki cavabımız alınır. 91 qalxacaq yuxarı. 29 multiplied by 91 over 13. Bunlar gedəcək. Qalacaq 203. Belə. Okay, thank you. Mister, also, you explained all my mistakes. Can I leave? Yox, qardaş, yox. Mən də gedim onda. I can do every No, question. İstəyirsən mən gedim. no, because I need to go somewhere. Just Getmə qardaş, gözlə, biraz da gözlə. okay. Bathroom istəyirsənsə 1 dəqiqəlik olar, amma bathroomda getmə, deyən gözlə. Bəlkə nəsə öyrənərsən. The function h is defined by this equation. The function of the graph of this one, in the xy plane, c is a positive constant, and the x-intercept is r, y-intercept is 0, t, which of the following true soruşub. Let's find the new function, o da olacaq. Let's start with this one. What's negative x? Bu olur 11 negative x cube. Yani negative 11x cubed. And we should subtract c from that. Bize soruşur x-intercept. In order to find the x-intercept, biz eləməliyik y0 and r-ın yerinə də x-in yerinə də yazmalıyıq bunu. We will find that r is c over negative 11. Onda r olacaq cube root of negative 11'ı böləcək. And we know that c is a positive constant, integer constant. Bu onda olacaq less than 0. What about y-intercept? So t is equal to, burada yerinə qoyuram, 0 minus c, so t is negative c. C is a positive integer, it means the y-intercept is also negative. So both of them are negative. Bu birinci yol. İkinci yol check eləmək olar. Yaz f of x equals 11x cubed. Then move to the other line and find the new function with slider c and decide somewhere also 4.5. We need to find the x-intercept, which is negative. We need to find y-intercept, which is negative again. And gəlin gedək biz slider biraz şey eləyək. You will see that for all values of c for which they are integers, you will see that the function has negative and negative x-intercept and y-intercept. A certain investment account offers a special interest rate for the first 6 months. The account is opened, followed by the lower interest rate remainder of the time. The Bennett opened one of the accounts with an original account balance of 600, did not make any other deposit or withdrawal. 6 months after the Bennett opened account, the balance had increased by 0.4% of the original price. Gedək artıraq. 600 pul qoymuşdu. Overall, increased by 0.4% artıb. Biz də artıraq bunu. Deməyib hər ay artıb. Sadəcə deyib ki,
6 aydan sonra bu qədər account'umuz var. 8 months after the Bennett opened the account. Bu indi 8 months hansıdır? Bu account'u açmışdı burada. Yani T1 olanda. Burada 8 months yazıbsa, yani after 2 months demək istəyir. The amount increased by 0.3% for the 6 months at the end of the 6 months. Yani növbəti 2 ayı 0.3% artıb. Additional. Okay. Bundan sonra 0.3% artmağa başlayıb. Okay, gəl belə baxaq. Account açdı. Burada T0'dur. After nə qədər eləyir? After 6 months accountda pul bu qədərdir. When T0. Sonra ondan sonraki proses, yəni 8 ay sonra deyir amma sonra da davam edir. Hər 2 ayda accountunda pul 0.3% artmağa başlayır. Yəni bundan sonraki proses 0.2-0.3% artmağa başlayır. Amma every 2 months. Biz indi nə edəcəyik? Bura qədər proses gəlib, ilk 6 ay burada qurtarıb. Burada remaining amount of time yenə söhbəti var. Yəni 6 aydan sonra. Biz onun power'ını t minus t formasında yazmalıyıq. Yəni geri qalan vaxtlardan danışacaqsa. Every 2 months'ı da biz divide by 2 formasında yazırıq. Buradan cavab görsənir ki, buradadır. Ürəyiniz soyumadısa yoxlaya bilərsiniz. T-nin yerinə məsələn 8 qoyub yoxlaya bilərsiniz. Amma ki okey, problem yoxdur. Okey. Burada şeyə baxırdım mən. Sizi bəlkə çaşdırmış ola bilər bu cümlə. Mən də ona fikir verdim ki, görək necədir. Bizdə 3 dənə time var. Time 0 nə vaxt ki open'dır. Time 6 var bizdə. Nə vaxt ki buradan bura increase eləyir by 0.4%. Amma per year yox. Overall increase-dən danışır. Gəlir bura 602-yə. 600-dən. Sonra gəlir time 8. Buradan burada 0.3% artır. Fikir verirsiniz, 2 ay keçib. Burada yazmayıb ki, hər ay artır. Buradakı kimidir? Every 2 months, 2 ay keçir. Bu da yenə 0.3 olur. Təzədən 2 ay keçsə, yəni time 10-a gəlsə, 10 months olsa, yenə 3% artacaq. Yəni, belə də eləyə bilərsiniz. 8-ci ayda bizim accountumuzdakı pul belə bir şey olmalıdır. 600 dollardır. 1.004% bu 4% artır. 8-ci aya çatanda 1.003 olmalıdır. Yəni accountundakı pul bu qədər olmalıdır. İndi biz variantı D variantını tapdıq. Yəni 8-ci aydakı pul buna equal olacaq yoxsa yox? Yoxlaya bilərik. Yazaq B of X equals 602.4 sonra 1.003 to the power of, bunu bracketsin içində yazın, yoxsa çölə qaçacağı. Minus 6/2. Gəlin gedək B funksiyonunda x-in yerinə 8 yazaq. Eyni cavab alınıbsa, alınmadı. Niyə? Neyse, səhv yazmamışam. Yes, səhv yazmışam. Yox. Yes, buradakini səhv yazmışam. Okey. İndi düzəldi. Eyni cavab alındı. Deməli düzdür. Diğer variantlar bu funksiyonu başqa variantlarla dəyişdirin. Eyni cavab alınmayacaq. Bəzi uşaqlar çaşdırır, A variantını yazır. Çünki deyir ki, every 2 months bizdə yazılmalıdır. To time formasında. No. Every aşağıda yazım onu. Bu hər dəfə qabağınıza çıxır çünki. Every 2 months olur. T over 2. Sizin yazdığınız cavab 2 times, yəni twice every month olanda bu cavab 2T'dir. Yəni burada Evet. every 2 months yerinə 2 times every month yazsaydı, every month S'siz 2T olacaqdı. Onda cavab A variantı olardı. Yes. Məntiq 6 bölünsün 2 niyə oldu bəs? Deyə buna görə buradadır cavab.
Time'ımız budur. Hər 2 aydan bir 2-yə bölürük. Sadəcə ayrı formada yazın. Sən burada böl 2-ni də yazmalısın. Hər Baş. ikisini. Time'ı 6 çıxandan sonra 2-yə bölməlisin. 2-yə böləndən sonra 6 çıxmırsan. Tamam. O da 12 ay olmuş olur. In the xy plane, the graph of the equation is given intersect exactly at one point. Bu sistemdir. Negative x squared plus 7x minus 104 equals c yaza bilərik. So x squared bu plus bu plus bu equals 0. Yani exactly one point deyirsə diskriminantı olmalıdır 0. Bu birinci solution. Buradan C'nin cevabı çıxır. İkinci solution budur. Bizim parabolamız var. Bu parabola ilə əlimizdə bir dənə horizontal line var. Hardan bilirsən bəs horizontal line'dır? Y is equal to C bir dənə horizontal line formasındadır. Amma çaşıb Y is equal to C yazarsınız, onda horizontal line göstərmir. F of x equals C yazsaz, onda horizontal line göstərəcək. İndi elə bir horizontal line tapmalıyam ki, bundan bir dənə point intersect eləsin. Onu da intersect eləyə bildiyi tək bir yer var. O da bunun tam vertexində ola bilər. Haydi biraz da çoxdur. Short. Olsun belə. Tam bunun vertexində olacaq. Yəni 115-də 116.25-də. Bu da cavabımızdır. Bu sualı iki yoldan da eləyə bilməlisiniz. Əzbərə yoldan eləməyin. The product of the solutions is given. Mister, Yəni, yes. but there was minus 104, no? Elə idi ki, yeah, it was. Onda söhbət dəyişir. Yaxşı ki dedin. O bizləri yatırlar. So we need to go down. Run eləyək, minus 100. Yəni birinci yoldan cavabı tapmadım deyə. Ona görə cavabım səhv oldu. Yoxlaya bilmədim. Yes, burada var. So the answer is, ay göstər görək. Ölümüz partladı. Hə. 91.25. Yenə olmadı. Çap ver. 91.75. İndi oldu. Yes. The intersection point budur. Bayaqki yazdığımı yoxlayayım. Güya da iş işdən keçəndən sonra yoxlayıram. Siz amma belə eləmirsiniz. Oxuyan uşaqlarsınız deyə bilirəm ki, qabaqcadan gəlib yoxlayırsınız. C yazmayaq oca. C hərfini istifadə eləmişik. Equals 0 eləyirik. Ay, bu qəşəng oldu. Yeni gördük, buradan getirdik. Dang, üst-üstə düşdü və həm qrafikdə gördük, həm belə gördük. Anyway, cavab nədir deyə soruşanlar varsa, buradan fraction'a çevirmək çox da çətin deyil. Okay, burada bizə product of the solution soruşur. Yəni, V bizdə yadımıza düşür ki, x1 multiplied by x2 is equal to nəsə yazmalıyıq. Amma onu eləməmişdən qabaq qısaca bir dənə reklam pauzası verək. Amma ödənişsiz bir reklamdır bu. Çünki Desmos'u təzələməyə, daha zoom'u təzələməyə lazımdır ki, biz hər şeyi rahat görə bilək. Yoxsa yaza bilmirəm, bayaqdan şey donur. Okay, x1 multiplied by x2 equals minus, yox, c over a'dir. Yəni, negative ct, bu bizdə c'dir, over a, bu yaddan çıxmasın, a. That's it. Buradan ct-lər cancel olur, negativlər də cancel olur. So 24 equals 3k yazırıq, cavabımız çıxıyor. Amma v-eti bilmirəm deyirsinizsə, bəli, bu sual təəssüf ki, sizdə alınmayacaq. Çünki bu sualı v-etin formulasını düz eləməlisiniz ki, öyrənəsiniz. Okay, gedək triangle çəkək. Angle T is the right angle. Qoyaq bura. L is on the RS, K is on ST, LK is parallel to RT. Mən T-ni bura qoydum, R-ı da bura qoymaq istəyirəm, S-i də yuxarı qoymaq istəyirəm. Çünki belə daha estetik, gözəl görsənəcəyini düşünürəm. So, L will be on RS, yəni burada. K will be on ST. Bunlar da paralleldir, yəni burada biz similarity'dən başqa bir şey eləsək bizi öldürərlər. RT is 72, LK is 24. So, I can deduce that the triangle is the bigger one. It's 3 times greater than the smaller one. Onda biz, obviously, bu qısa yolu istifadə eləyə bilərik. Ratio of sides
K'dırsa, it means 3. Ratio of areas olacaq K squared, yəni 9. The bigger triangle RST verilib bizə 792. Onda smaller'ın areasını tapa bilərik buradan. Bunu 7-yə böləcək alınacaq. Bu da alınır 8. So, onda area of the smaller triangle olacaq 1/2 SK multiplied by 24 equals 88. Bununla bu gedir. Oyda. Kaşmar. Düz elədim. 792 bölünsün 9. Okey. 88 indi Bizdən bura. dolayı Mr. Yes. Səfər müəllim. But you Yeter. need 792 multiplied by 2 divided by 72 no to get side. No, I don't need to. I didn't find the side length of ST. ST'ni tapmamışam ben. Bir daha axıra qədər gedim, sonra başqa yoldan yoxlayacağım. So side length of SK is 22/3. We need to find SK. Səhv çıxsa o bir yoldan ikisi də səhv çıxacaq da. So the answer alındı məndə belə. İndi keçək bunun ikinci yoluna. İkinci yoldan gelib yoxlamaq metoduna bax. Hansı bizdə indi düzdür, hansı səhvdir. Bunları bağlaya bilərik. Bundan işimiz yoxdur, bundan işimiz yoxdur, bundan işimiz yoxdur. Bu cavab qalsın burada. İndi keçək ikinci yola. The area of the triangle RST, yəni 792 equals 1/2 multiplied by ST multiplied by 72. Biz buradan ST-ni tapırıq. ST olacaq onda 792 multiplied by 2 over 72. Yəni bura 22-dir. So bura 22-dirsə, amma mən 88-dən niyə çıxmışam? Deyən görək. 22-dən çıxmalıyım. Okay. So bura 22-dir. Burada obviously 44 bölünsün 3'dür. Burada da 44 bölünsün 3'dür. So. Mr. I got confused because you did 88. Bu 88 nədir? 88-dən niyə çıxırıq ki? 88 areadır. Areadır. Okay. Bir dəqiqə gözlə, bir dəqiqə gözlə. Gözlə bir dəqiqə. So the area of the triangle SKL is 88. Biz bunu bayaq tapdıq. 1/9 of the area of the triangle RST. 1/9 of the area of the triangle RST. Bunu başa düşdün? So 88 equals 1/2 SK multiplied by 24. SK'yi tapdıq burada 22/3. So the ratio of the sides of SK to ST is the same as the ratio of the sides KL to TR. It's 1/3. So bura 22/3'dirsə, bura olacaq 3 times greater. So we need to Okay. subtract 22 minus 22/3. O da bunu verəcək. Eyni cavab çıxır. İki yoldan da eyni şey çıxdısa, okey. Düzdür, mən orada Mr. 88 yazıb şey elədim. Yes. Mr. I'm really being late. Can I please Yo, go yo, first yo, the yo, yo, question? kardeş, yo, yo. The area of the rectangular regions increase at a rate of 210 square feet per hour. Which of the following is closest to the rate square meter per minute? Birinci per hour hekayəsinə baxsaq yaxşı olar. The square feet per hour. 1 saata bu baş verir. In other words, bu 60 minutes olur. We can find the area increases by 210/60 square feet per minute. And we need to convert this amount to square meters. And the square meters is 2.38 square feet. Bunu convert eləmək də çox da çətin deyil. İstəsəz yazıb tapa bilərsiniz. 210/60 square feet is square meter də bilmirəm. Amma 3.28 squared, bu square yaddan çıxsa sualın cavabı səhv çıxır, is 1 square meter. Yəni, we need to divide 210/60 by 3.28 squared. Belə bir cavab var. Əgər square eləməyib cavabı birbaşa yazan varsa, yəni 1.7, geçmiş olsun.
conversionlarda problemimiz var. Ama bu sual boş sualdı. Because it should be 0 in order to get the value the same. Eğer cevabı 5'i minus 5 tapmışsınızsa, yani cevabı D variantı yazmışsınızsa, sual x'i soruşanda minus 5 yazmalıydınız. Ama bu x plus 5'in value'sunu soruşur, o 0. Bu belə. Bu attendance